Salam dostlar, necəsiz? Bu günlərim lisə qəbul imtahanından 5-ci sinifə, 4-cü sinifdən 5-ci sinifə qəbul imtahanı sualından 19-cu suala baxırıq. Birinci sualımıza baxaq. Gördüyümüz ədədi baxaq. Milyonluqlar sinifindəki onluqların sayı ilə minliklər sinifindəki yüzlüklərin sayının fərqi neçə olur? Birinci bir siniflərə ayıraq. Belə. Təklər sinifi, təkliklər sinifi, minliklər sinifi və milyonluqlar sinifi. Milyonluqlar sinifi. Deməli, milyonluqlar sinifindəki onluqların sayı. Milyonluqlar sinifindəki onluqların sayı 24'dür. Yazdıq bura 24. Fərq dilinə görə çıxırır. Baxa görə çıxılacaq ədəd hansı olacaq? İlə minliklər sinifindəki yüzlüklərin sayının fərqi. Minliklər sinifində yüzlüklərin sayısı 8'dir. 24'dən 8 çıxmalıyıq. Bizə fərq deyir. Cavab 16 alınacaq. Deməli, 19-cu sualın cavabı A oldu. İzlədiyiniz üçün təşəkkür edirəm.